Salam əziz və dəyərli izləyicilərim, mənə suallar gəlir ki, Məryəm xanım, günəş kremi indi yaydır, istidir, günəşə çıxırıq, günəş kremini istifadə edəkmi və hansı günəş kremini istifadə edək? Mən çox videolar çəkmişəm bu haqda. İndi isə mənim üçün dəyərli olan izləyicilərim, hardasa bir aya, 2 aya artıq yarım milyona olacaq takipçilərim, maşallahlar olsun, çox az bir müddətdə. Bunu nəyə görə deyirəm? Bəzi məhzəbsiz, səviyyəsiz, dünya görüşü olmayan bir-iki nəfər gəlib deyəcək ki, ay sən kimsən bu haqda danışırsan, belə istəmirsən ki, get apteklər, mağazinlər doludur, SPF kremlər deyirlər, günəş qoruyucu kremlər, get sən onlardan vur, qurbandır sənə, hətta tez-tez vur, bütün doğmalarını da istifadə eləsin. Mənim üçün doğma olan, əziz olan, mənim üçün dəyərli olan izləyicilərim üçün danışıram, hansı ki, əziyyətimə dəyər verərək milyonlarla insanlar dualar yazır, sağ olasınız, dualarınız və sevgiləriniz qarşılıqlıdır. Mənim əzizlərim, bu mənim danışdıqlarım, məni tanıyanlar bilir ki, mənim fantaziyalarım deyil, çünki illərimi oxumağa vermişəm və bir mütəxəssis olaraq, diyetolog, nutrisiolog olaraq hər şeyin kimyasını da öyrənirəm. Dərindən oxuyuram, elmi təsdiqlərinə baxmamış heç nə danışmıram. Özüm nələrdən qorxuram, nələri istifadə etmirəmsə, onları özümə borc bilirəm və bu da sizin də haqqınızdır ki, bu haqda məlumatınız olsun. Xalqımı sevdiyim üçün bölüşürəm ki, biləsiniz ki, yəni SPF kremlər elmi araşdırmaları var. Amerika Birləşmiş Ştatlarında çox böyük, geniş müzakirələrə səbəb olub ki, bu SPF gün qoruyucu kremlərin dəri xərçənginə gətirib çıxardır. 99,9%, yəni bunu yenə də deyirəm, dünya üzrə bilim insanları danışır bu haqda. Düzdür, çox sporlu bir məsələdir. Bəziləri isə öz firmalarının malları satılsın deyə deyir ki, yalandır. Amma Məryəm xanım bilirsiniz ki, sizləri sevdiyi üçün mütləqdir ki, özünə borc bilir, bunları sizlərlə bölüşsün. Yəni, mən gün qoruyucu SPF kremindən heç cürə istifadə eləmirəm. Nə özüm, nə doğmalarım, nə də ki, bütün tanıdığım, bildiklərim və sizlərə də bugün onları deyəcəm, elmi izahlarını verəcəm ki, nəyə görə təsdiqlənir ki, xərçəng xəstəliyinə, dəri xərçənginə gətirib çıxarda bilər. Yəni, bu dəhşət saçır və sayı artır get-gedə. Araşdırmalar göstərir ki, SPF-dən istifadə edənlərin 90%-ında artıq dəri xərçəngi yayılmağa başlayır, çoxalmağa başlayır. Nəyə görə? Əzizlərim, internet zamanəsidir, çox xahiş edirəm, indi elə məndən eşidən kimi, belə saxlayın videonu yarımçıq, girin internetdə yazın, oksibenzon nə deməkdir, ovabenzon nə deməkdir və oktokrilen nə deməkdir. Hansı SPF-lərin ki, tərkibində bunlar üçü var, bilin ki, dəhşət saçır, siz o kremi vurub günə çıxan zaman günlə əlaqəyə birbaşa damarlarınıza keçir, birbaşa orada elə bir maddələr əmələ gəlir ki, o xərçəngi çağırmış olursunuz və həmən o tərkibində bu saydıqlarım, sadaladıqlarımı vursanız internetdə görəcəksiniz. Lap ekrana yazaram sizin üçün, asan da olsun internetdə vurub araşdırmaq onları. Çünki bilirsiniz, Məryəm xanım təsdiq olunmamış heç nələr haqqında öz fantaziyalarını danışmır, təsdiqlənmiş şeyləri danışır və siz günə o gün kremini, SPF-i vurub çıxanda tərkibində bu dediklərim olanda ekranda görürsünüz və günlə əlaqəyə girən zaman pis maddələr əmələ gəlir, sərbəst radikallar meydana gəlir. Sərbəst radikallar da nədir? Pis hüceyrələrdir, pis maddələrdir. Onlar axtarır, istəyir dərimizdə, istəyir orqanizmimizdə yaxşı hüceyrələri məhv edir və xərçəng yaradır. Xərçəng hüceyrələrini qidalandırır, elə bilin, belə loru dildə sizə izah eləyim. Yəni, bu bir neçə artıq, belə deyim da, çox trivoqa, təşviş yaradır insanlarda. Çünki doğrudan da artıq danışır, çox insanlar danışır bu haqda və çox insanlar istifadə eləmir, mən də istifadə eləmirəm. Desəniz ki, bəs Məryəm xanım, onda günəş axı ziyandır. Bəli, günəş indi hal-hazırda səhər 10-a qədər çıxa bilərsiniz, 4-dən sonra çıxa bilərsiniz. Bu ərəfədə çıxırsınızsa şlyapadan istifadə eləyin, eynəyinizi taxın, gün eynəyinizi ki, mən də belə eləyirəm və desəniz nələrdən bəs Məryəm xanım istifadə eləmək lazımdır? Axı günün də şüaları axır vaxtlar günün şüası da zərərlidir. Bəli, düz deyirsiniz. Əgər məcbursunuzsa ondan 4 arası gün altında durmaq və yaxud ümumiyyətlə 4-dən sonra olsun, dəniz qırağına getmişsiniz, məcbursunuz ki, gün kremi vurulmalıdır. Bəli.
Bəs gündən özümüzü necə qoruyaq deyirsinizsə, çox videolarım var. Yenə də deyirəm, mən baxın özünüz də tərkibində oksidon, sink olan SPF-in üstünü oxuyun. O olan olar, istifadə edə bilərsiniz və yaxud sink mazından istifadə edə bilərsiniz ki, mən arada var videolarım sink. Rusların çoxu da, mən Rusiyada yaşayıram, 35 ildən çoxdur. Rusların çoxu da həmən sink mazından vurur və yaxud ən gözəl alternativ, yenə də deyirəm, çoxlu videolarım var o haqda. Kokos yağı, amma təmiz kokos yağı olsun, padelka olmasın, saxta olmasın. Yəni kokos yağını vura bilərsiniz bədəninizə də, üzünüzə də, hətta o sizə parıltı da verəcək, gündən də qoruyacaq, dərinizi gözəl eləyəcək, şəffaf eləyəcək, hər tərəfli xeyir olacaq ki, mən də kokos yağından istifadə edirəm və yaxud sink mazından istifadə edirəm. Desəniz hardan alınır? Kokos da, sink də aptekdə satılır, böyük marketlərdə də kokos yağı satılır, ala bilərsiniz mənim əzizlərim. Yəni ki, mütləq özünüzü qoruyun, özünüzdə araşdırın, görəcəksiniz ki, Məryəm xanım nə qədər doğru danışır. Mənim əzizlərim, tez takib atın, üstə gələyə basın. Əgər abunə olunmamışsınızsa, bu mənim səhifəm üçün çox xeyirlidir. Çünki bəziləri istəmir ki, mənim videolarım insanların qarşısına çıxsın, sağlığına qovuşsun gözəl xalqım. Bilirsiniz, məni istəməyənlər kimdir? Onların acığına siz elə indicə üstə gələyə basın, yaddaşa salın videomu, paylaşın, hamıya göndərin və gözəl-gözəl şərhlər yazın. Baxın, tərbiyəsizliyi təbliğ etmirəm. Nəyə görə o tərbiyəsizlərin videolarını sevənləri artırır, fanatları insanların qabağına, milyonların qarşısına çıxır. Mənim də sevənlərim sizin əlinizdədir ki, səhifəm spamdan çıxsın, sevməyənlərim spama salır. Elə indicə çoxlu şərhlər yazmağınızı xahiş edirəm mənim əzizlərim. Və bir də onu deyim ki, sağlam həyat tərzi sürmək istəyirsinizsə, bilirəm ki, elə bir ev yoxdur ki, artıq Məryəm xanımdan danışmasın. Çünki nə Azərbaycanda, nə xarici ölkədə, heç bir yerdə mənim kimi mütəxəssis diyetoloq yoxdur ki, iri 20 manata qrup düzətsin. Yəni hər ay pul almıram, elə ona görə də sevilirəm. Bircə dəfə 20 manat ödəyib gəlirlər. Qəbizlikdən, qazdan, köpdən canları qutarır. Amma nə siyana çayı, aclıq otu, dəvə gözü, maqnisulfat duzu bunları istifadə eləməyə qoymuram. Çünki bir mütəxəssis olaraq bilirəm ki, onlar dəhşət saçır. Tam sağlam həyat tərzi ilə bağırsağını saat kimi işləyəcək. Köpürəm, ay Məryəm xanım, nə yeyirəmsə köpürəm deyəndə onları sağlam həyata gətirib qaraciyərlərini toksinlərdən azad etmək yolu ilə, sağlam həyat tərzi ilə bağırsağınızı tam sağlam bağırsaq daşlarından azad etməklə köpdən azad olursunuz. Nəinki mən sizə Allah ol zad deməyəcəm, çünki sonra mədə-altı vəzniniz sizə ferment verməyəcək. Bunu mən bilirəm, yaxşı bilirəm. Və sizə heç nə satmıram, nə arıqlama çayı, nə arıqlama kofesi, su diyeti aclıq etməyə qoymuram. Çünki vitamin, minerallarınız yuyulur, gedir, xəstəliklərə qucaq açmış olursunuz. Mənim əzizlərim, istəyirsinizsə, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Bütün qızıl qaydalarını sizlərlə bölüşəcəm. Gözəllik sirlərim, saçınızın gözəlliyi, üzünüzün hətta dırnaq göbələyindən azad olmağı belə öyrədəcəm. Hamısı bu 20 manatın içindədir. Amma nömrəmi gərək düzgün yazasınız. İstər kənddən, şəhərdən, xarici ölkədən, Rusiyadan, hardan yazırsınızsa yazın. Sağlamlıq orduma qoşulmaq istəyirsinizsə, nömrəmi necə tələffüz edirəm? O cürə də yaddaşa salın. Özünüzdən heç bir rəqəm və tiri əlavə etməyin. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın. Çünki şükür özü də böyük bir nemətdir. Şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.